Bilirəm. Səni çox gözəl başa düşürəm. Ayten, biz getdiyimiz yerdə niyə heç kim yox idi? Sən onların yerini dəqiq bilirdin? Hə, dəqiq bilirdim. Mən səhv addım atmaram, Murad. Yəqin yerlərini dəyişiblər. Maqa, biz yerimizi niyə dəyişdik ki? Belə şeylərdən sənin başın çıxmaz, Malış. Necə yəni? Quşlar mənə xəbər elədi. Nə quş? Düz bir aydır ki, mənim uşağımı tapa bilmirsiniz. Sənin bu adamların nə işe yarayır, hə? İnanın ki, hər yerə xəbər salmışıq. Hər yerə baxır adamlarımız. Mənim oğlumun başından bir tük əski olsa, inan ki, bu dünyanı dağıdaram mən. Onunla boynu yerə soxum mən. Bir dənə adamları tapa bilmir. Nə işe yarayır mən bilmirəm. Sən ona zəng edənən ki, Muradın gözünə belə görünmə. Mənim ən yaxın adamım belə olsa, ən yaxın qohumum belə olsa, mənim işimə yaramırsa, mənim yanımda yeri yoxdur. Yaxşı. Sənin yüzdən yaman səsli uşaqlar hər yerə. Kim? Murad? Hə, Murad. Nə səs salıb ki? Özün yaxşı şərait qurub. Maşını, villası, pulu. Kim? Bizim Murad? Murad hani ha? Bilmirəm. Ha Murad hani? Xəbərim yoxdur. Hara qaçıb gizlənib? Bilmirəm. Mən narahat deyirəm. Əgər siz tapmazsınız, onda siz narahat olun. Başa düşdün? Uşaqlara indi tapşıraram, hər yerə baxsınlar. Gün batmamış, taparlar Muradı. Tapıldı. Tapılmazsa, Muradı özüm tapıb öldürəcəm. Səni də, adamlarını da onun yanına bastıracam. Burada niyə oturub ağlayırsan? Yoldaşım atıb məni çölə. Uşaqla qalmışam çöldə. Harada qalırsınız? Eviniz haradadır sizin? Buradan yuxarıda Gel deyirəm. Düş qabağıma. Düş deyirəm. gedirsən məni. Sən mənimsən, mənlə ayrıla bilməzsən. Gəl deyirəm. Gəl deyirəm. Gəl. İncinirsən məni. Sən mənimsən. Bırakmayacağım səni. Oğluma incidir. Qız demir bırax məni, hə?
Sən kimsən, hə? Get işinlə məşğul ol. Mənim işim sənin kimi küçəklərin başını kəsməkdir. Bırak kızı. Sən kimə deyirsən, hə? Hə? Sənin kimi sizlərin səsini kəsmək lazımdır. Dur. Bir də səni bu qızın yanında görsəm, bu səfər ki mərhəmətli olmayacağım. Rət orada. Al bunu, burada mənim nömrəm yazılır. O oğlan bir də səni incitsə, mənə zəng eləyərsən. Şef, nasıl problem var? Murad zəng eləmişdi. Onunla danışırdım. Bəs onda qanımız niyə qaradı? Səncə? Mallara görə? Ha, problemsiz gəlsəydi mallar. Rahatlanardıq. Hamı zəng eləyir. Malla maraqlanır. Problem olmaz şef. Mahir oradadır. Görək də. Yaxşı, sən də get Mahirlə əlaqə saxla. Problem olmasın. Mallar gələn kimi mənə xəbər elə. Oldu şef. Murad, deyirəm nə yaxşı gəldin. Gör, haçanda görüşmürük biz. Bir il olar Orxan. Hə, olar. Sən Allah üzrü say. Üzrə də gələnmədim. Allah rəhmət eləsin. Allah sizə səbir versin. Ölənlərə rəhmət Orxan. Ölənlərə rəhmət. Dostlar sağ olsun. Bax, bundan sonra hər zaman yanındayım, bilirsən də. Bir sözüm bəsdir. Sağ ol qardaş. Vallahi bu indiki zamanədə heç kimə inam qalmayıb. Heç kimə. Düz deyirsən. Nə kişisinə inan var, nə qadınla. Çox etibarsız dünyadır. Çox. Dünya etibarsız deyil Orxan. İnsanlar da etibarsız. Kimə bir yaxşılıq eləyirsən, o yaxşılığı başa düşmür.
Bax buna görə də bundan sonra heç kimə yaxşılıq eləməyəcəm. Heç kimə. Salam Hikmət. Salam. Ne elədin? Malları yola salabildin? Hə, yola saldıq. Axşama depoda olar mallar. Yaxşı. İsrafil malları qəbul edəcək. İndi zəng eləyib ona deyərəm. Yaxşı, oldu. Mallar gələndə hesabımızda olsun da pullar. Sən puldan narahat olma. Alo, Alo, hə Hikmət. mallar akşam Bakıdadır. Hə, məlumatım var. Bilirəm. Mən də elə depoya gedirəm. Ha, mənə də indi zəng eləyib dedilər. Ora çatan kimi sənə zəng eləyəcəm, narahat olma. Bir şey deyim sənə, orada elə işləri quruyan ki, bir narahatçılıq olmasın. Başa düşdün? Narahat olma. Malları qəbul eləyən kimi sənə zəng vuracam. İsrafil, mən sənə arxayınam ha. Bu da məni lap belə uşaq bilir. Alo. Yaman üzün gülür. Desən şad xəbər eşitdin. Bizim uşaqlardan biri idi. Dünən gecə mağanı parkda bərk döyüblər. Onu deyirdilər. Kim döyüb mağanı? Murad ki? Yox, qızla dalaşırmış. Araya başqa adamlar girib. Onlar döyüblər. Hansı qızla dalaşıb ki? Başa düşmədim ha. Ay Ruslan, qızla niyə dalaşırlar ki? Yəqin ki, aralarında nəsə güclü söz-söhbət olub. Bəs indi necədir mağan? Hardadır? Gözlə yığım görüm hardadır. Bir yığ görək də görək hardadır. Zəy çatmır. Allah eləməsin. Ölüb eləyir ha birdən. Hara ölür, pis adam yesin olmaz. Yağın ki, zərriyyətkası yoxdur telefonda. Bax, onu düz deyirsən. Mənə yaxşı bir xəbər denən. Deyim də sənə yaxşı bir xəbər. Bizim uşaqlar Muradı tapdılar. Bax, bu xoşuma gəldi. Halaldır sənə. Yavaş-yavaş gözümə girirsən. Yenirik. Gedirik baskına. Harada yeri? Evində deyil yəqin ki. Harada gizlənib? Bağ evindədir. Nə bağ? Bu normal bizim bildiyimiz bağ evi də. Bu təmiz qudurub ha. Bağ, maşın, ev, pul.
Kimdir bunun arxasında duran? Ya onu hələ heç kim bilmir. O hamıya da maraqlıdır. Məni bilən bilir. Mən getdim rayona, torpağımı satdım, gəldim iş qurdum, biznes qurdum. Bu oğru şardan yığıb bu pulları. Kimdir bunun arxasında, onu araşdır, tap. Yaxşı, araşdıraram. Yenirik, getmirik. İmkan vermədin, biz çayım için. Gedək. Necəsən Mehriban? Necə olub? Necə ola bilərəm mən? Gör necə vaxtı balamızdan xəbər yoxdur. Hardadır? Kimdəndir? Nə iş görür bilmirik. Nə yeyir, nə içir. Kimlər aparıb bilmirik. İnan, mən də sənin qədər narahatım. Bütün adamlarıma tapşırmışam. Hər yerə səs salmışıq. Amma bir xəbər yoxdur. Mən sənə söz verirəm, Mehriban. Söz verirəm. Balamızı tapıb gətirəcəm. Söz vermə! Söz vermə! Get tap gətir. Gətir balamı. Dayana bilmirəm artıq mən. Dayana bilmirəm, başa düşürsən. Nəfəs ala bilmirəm artıq. Boğuluram. Xahiş edirəm, tap gətir. Söz vermə. Sakitləşməyə çalış, Mehriban. Övladımızı tapıb gətirəcəm. Söz verirəm sənə. Sakitləşməyə çalış. Xəbərin var sənin olanlardan? Yəni nə olub? Kənanla Murad. Yəni yezinə qayın. Qırırlar bir-birlərini. Buna görə çağırmışsınız məni bura. Sözümə bir axıra kimi qulaq as da. Gör mən nə deyirəm. Hə, buyur, eşidirəm. Onlar bir-birlərini qırırlar. Aralarındakı söz-söhbət yaman güclüdür. Yəni ki, sən, mən yaddan çıxmışıq. Qorxmağın ehtiyac yoxdur. Rahat ol. Mən də deyirəm, 2 saatdır nə deyil o? Kimdə ölümdən qorxam? Belə də ki, Murad kimdir ki, mən ondan qorxam. Ruslan, bu yaman ürəklənib ha. Görəsən kimi arxayındır bu qədər. Özümə arxayınam. Onun da iki əli var, mənim də iki əlim var. Allah ya ona verəcək, ya mənə verəcək. Bəsdir də yeşik danışdın. Muradın yarısı boydasan. Qoy danışsın da. Muradla üzbəüz gələndə görək belə danışa biləcək. Sən hardasan neçə gündür? Telefonlarıma da cavab vermişsən. İşlərim var deyə biləcək ata. Nəsə olub?
Könül gəlmişdi. Səni görmək istəyirdi. Gəlmədin. Onlar da çıxıb getdi kəndə. Ata, indi işim var, olar birazdan zəng eləyim sənə. Nə işin var? Sən yenə nə işlər qaynadırsan? Ha? Ata, dedim birazdan yığacam da səni. İndi işim var. Arif dayıydı, zəng eləyəm. Hə, Murad, nəsə olub, nəsə pis xəbər eşitmisən? yox, atamdır da. Arada elə rəftar edir ki, məndən, elə bir uşağam. Atalar narahat olur da bizə görə. Biz nə qədər böyüsək də, valideynlərimizin gözündə hələ də uşağıq. Bilirəm, valideyndir, narahat olur. Amma bu qədər də yox da. Onsuz da bir zərbə almışam. Bu da bir tərəfdən məni sıxır. Sıxılıram, başa düşürsən. Yaxşı olar, fikir eləmə. Bura bax, eşitdiyimə görə özünə adamlar yığırsan, nə bilim, iş qurursan özünə. İş qurmağa çalışıram, Orxan. Amma inanırsan, normal bir adam tapa bilmirəm. Bax, öz xalam oğlunu götürdüm işə, ilkini. Nə bir işə yarayır, nə bilim, boş-boş ancaq danışmaqdan başqa o qədər sual verir adama. Onu uzaqlaşdırdım yanımdan. Sonra bir xanım götürdüm. Dedim, bəlkə xanım bəzi kişilərdən qeyrətli olar, o yaxşı olar. Gördüm, yox, o da deyil. Elə də onlardan geri qalmaz, elə onda yola saldım, dedim, git. Düz deyirsən. Düz sözə nə deyim, eyvallah. Bəli. Gördün, mən dediyim oldu. Sənin adamların bir işə yaramadılar. Uşağımı mən özüm tapdım. Yol gedirdim, təsadüf qarşıma çıxdı. İnan ki, çox sevindim sizə görə. Mən adamların hamısını dəyişəcəm. Və bir də belə hallar təkrarlanmayacaq. Mənim uşağımı qaçırdıb, küçələrdə diləndirirlərmiş. İnana bilirsən sən buna? Mənim uşağımı, ha? Mənim. Bu nə deməkdir, bilirsən? Mənim də qulağıma son vaxtlar bu uşaq oğulları haqqında çox şey gəlib çatıb. Uşaqları həm diləndirirlər, həm də oğulluq etməyə məcbur edirlər. Başa düşdüm. Uşağı tapa bilmədiniz. Heç olmasa o adamların yerini tapın mənə. Mütləq. Kimdir onlar belə? Şir ürəyi yiyiblər? Nə cürətlə mənim uşağımı qaçırdıblar? Birinin adını bilirəm. Mənə ad yox, Vəli. Özləri lazımdır, özləri. Və hətta mümkündürsə, məkanları başa düşə bilirsən. Mən onların məkanlarını başlarına yıxacam, o zaman onlar anlayacaqlar kimə ilişdiklərini. Bir məkan olaraq bilirəm. Amma bilmirəm sizin uşağınızı onlar qaçırıb, ya yox. Onların hamısı eynisi bildirir, bəli. Heç birinə etibar yoxdur. Bir nəfəri tapsaq, o zaman hamısı gələcək. Onda biləcək mənim oğlumu kim oğurdu. Onda bildiyimiz məkandan başlaya bilərik. Yaxşı. Sən get maşını hazırla. Amma bu işin üstünə çox bərk düşək. Mən oğlumu tapdım. Amma nə qədər gözü yaşlı valideynlər var bilirsən? Bəlkə onlara bir faydamız toxundu. Ona görə də bu işlə çox ciddi məşğul olmaq lazımdır, bəli. Vaxt itirmə. Maşını hazır elə, uşaqları xəbər elə gedək. Oldu, yaxşı. Ruslan, nə qədər səs soraq yox deyil.
Yəqin böyük danışan mağanı Murad tapıb. Bəs demədin ki, Muradın başı qarışıqdır Kənana. Biz yada düşməliyik. Söz dedim də, sən də hər xırdalığa fikir verirsən. Yaxşı, neyniyə bizimdir? Deyirəm bəlkə gedək Muradla danışaq, keçək yanın tərəfinə. Ona da mı olaq? Nə deyirsən? Əslində çox ağıllı fikirdir. Bəlkə gedək çıxaq qabağına, bir kişi kimi sözümüzü deyək. Məncə də gedək. Başqa variantımız yoxdur. Gedək də. Gəl. Sənin böyüyün hardadır? Harda qaçıb gizlənir? Eşitmirsən məni? Sual vermirəm sənə. Eşitmirsən? Yaxşı Orxan, sən gəlmə. Mən gedim. Görüşərik, yaxşı. Görüşərik. Dəqiq ol. Alo. Nə?